Salam, hər vaxtınız xeyir olsun. Gününüz uğurlu, bərəkətli açılsın. Yenə həmişəki kimi mən çəkilişimi belə deyim də qazın qabağından açılış eləyirəm. Necəsiz, neyinirsiniz, nə var, nə yox. İnşallah hər biriniz yaxşı olasınız. Gününüz uğurlu, bərəkətli olsun. Çoxdandır ki yox idim. Yenə yox idim. Niyə yox idim? Başım qarışıq idi qızlar. Ona görə yox idim. Deməli, həmişə olduğu kimi toyuq bişiririk. Yəni toyuq eləyirəm, bozartma eləyirəm. Sonradakı yanda burada toyuğu döşətini ayırmışam. Bir də dünənkindən toyuqdan da yenə ayırmışdım. Bunu nə edəcəm? Bundan blinçik eləmək istəyirəm. Eləyərik birlikdə. İndi bunu qovurdum. İndi bunun içərisində tomatın, sarı kökünü hamısını əlavə eləyəcəm. Deyəcəksiniz ki, hər dəfə afaq ancaq bozartma eləyir. Yox, dünənləri nə bişirmişdim? Bir dəqiqə yadıma salım. Toyuqlu narlı qovurma idi. Ondan qabaq kotlet idi, toyuq kotleti idi. Ondan qabaq aş eləmişdim, döşəməli aş eləmişdim. İndi nədənsə həmişə sizinlə çəkiliş eləyəndə həmişə menüdə bozartma olur. Kızlar getdim geldim, tez qaça-qaça geldim. Çörəyimi aldım. Qara çörək, qara başaqlı çörəkdir. Çox bəyənirəm mən bu çörəyi. Sevə-sevə də yeyirəm, amma hər gün yox. Həftədə bir dəfə, 2 dəfə yeyirəm. Belə kofe götürdüm, ilk dəfə bundan götürdüm. Bunun qiyməti 2 manat neçə qəpik idi. Hə. O mən işləyimində var idi. Kızlar, deməli, bax, bunun kofesi də var idi. Bunun kofesi 4 manat neçə qəpik idi. Hə, mən bunu götürdüm. Dedim, bundan götürüm, dadına zadına baxım, görüm necədir. Çünki baxın, lap dibində qalıb. Kofesiz bir günüm olmasın. Biraz təzyiqim qalxan kimi kofeni içirəm, özümə gəlirəm. Yəni ki, necə deyirəm? Yəni, mənim təzyiqim artıq yoxdur da. Şükür Allaha ki, yoxdur. Məni elə bir ki, saxlayan yaşıl çayla kofedir. Həm də ki, arıqlamağımdır. İlk öncə arıqlamağım, ondan sonradakı yaşıl çayla kofe. Yaşıl çayı götürdüm. Azərçək 2 dəfə də bundan götürmüşdüm. Tvarok. Bir də şor. Deməli, mən pəhrizə girəndən, yəni pəhriz deməyim mən buna sağlam qidalanma deyim də. Sağlam qidalamaya başlayandan, məsəl üçün, evimdə məsəl üçün qatıqdır, yumurtadır, şordur, tvarokdur, bunlardır. Yəni, olmasa, mən elə bir ki, həmin günü ac qalıram. Əməlli başda ac qalıram. Döşəti də evdə mütləq olmalıdır. Bunları hamısını mütləq mən alıram, atıram evə. İndi qoyacam dondurucuya, bu qalsın. Lazım olanda bir dənə çıxardıram, yeyirəm. O da səhərlər. Всё. Başladım. Kızlar. Eti hazırdır. Xəmiri də hazırladım. Südüm yox idi. Südsüz eləyirəm. Deməli, neylədim? 3 stəkan adi su tökdüm. 3 stəkan 3 ədəd iri, 3 ədəd yumurta, duz, şəkər xoşlamıram mən, vurmuram. Şəkər əlavə eləmirəm. Ondan sonra bir də un. Undakı belə bir məhlul. Görsənir oradan? Hə, görsənir. Belə bir məhlul alınır. Başlayacağım onu belə eləməyə. Elə də qalın olmur. Qəşəng belə. Görürsünüz. Qəşəng xəmir olur.
Qızlar, elədim, amma bilmirəm nə qədər sayı çıxdı. Siz də mənim kimi hər elədiyiniz şeyi sayırsınız, hesablayırsınız. Nə qədər oldu, nə qədər olmadı. Mən şəxsən elə edirəm. Sayıram, görüm neçə dənə çıxıb. Sayıram, görüm. Piraşki olsun, nə olur olsun ha. Sayıcıyam. Kimsə götürdü məsəl üçün 7, onu da sayıram ki, baxım görüm o kişi nə qədər çıxıb. Belə. Onu götürəcəyik burada. Bitəcəyik. Yığacaq bura. Bu sonuncu idi. Biraz çatmayıb. Başlayaq doldurmağa. Görün, biraz zirincim var idi. Zirinc də əlavə eləmişəm. Duzunu, istiotunu, hamısını vurmuşam. Belə. Bükəyi qəşəng eləyək, düzəldək. Çoxdan da eləmirdim blinçik. Blinçik aparatı da var məndə, amma nəsə mən onda eləməyi sevmirəm də, bəyənmirəm. Nəsə mənə dədə baba o əziyyətlə elədiyimizin blinçiklərin dadını vermir o. Görün, nə qəşəngdir. Görsünüz. Xəmiri qəşəng çıxır. Süt də yoxdur da burada qızlar. 1 qram da süt yoxdur. Səhv elədim. Qızlar, onu da deyim ki, bayaqlarım kofeni dəmlədim, heç xoşuma gəlmədi. Dadı tamı heç xoşuma gəlmədi. Məcbur içəcəyik də bitənə kimi. Pul vermişəm. 2 manat pul vermişəm, onu axıra kimi içməliyəm. Uca gələn səfər nə yaxşı ki, 2 dənə almamışam ha. Orada inansız, orada dayandım, istəyirdim birini də götürüm. Dedim ki, endirmə düşüb də, 3 manat 30 neçə qəpikdən düşmüşdü, 2 manat neçəyə idi. Sonra birdən ağlıma gəldi ki, qoy bir dənəsini götürüm, baxım görüm dadı zadı necədir. Xoşuma gəlsə gəlib birini də götürərəm. Nə yaxşı ki, ikisini də götürməmişəm. Heç bəyənmədim dadını. Kim ki bu kofe var deyə, adı yadımdan çıxır həmişə. O kofeni kim içibsə, bəyənirsə bu kofeni içə bilməyəcək. Bir də qızlar, onu deyim ki, kofe alırsınızsa, içmək istəyirsinizsə, belə deyim də, dəmləmək üçün, dəmləmək, belə hazır kofelərdən almayın da, Nescafenizi ad deyirəm, yəni. Onlardan almayın. Alırsınızsa bunlardan götürün. Əlinizlə dəmləyin, için. Neçdən çıxdı? 1, 2, 3, 4, 5, 6. Bir 20 dənə, yəqin ki 20 dənə çıxar. İkisini yeyiblər uşaqlar. Ay, yenə səhv elədim. Da qalmış o toyuğun umuduna. Hər gün toyuq yeyirik. Nə istəyirsən? Bir də qızlar, bayaqları getdim New York'a. TikTok'da qabağıma nə çıxdı?
3 manata şortiklər. Bamba şortiklər. Dedim, nə yaxşı. Tez geydim, özə yeməyi də pişirdim. Telefonda nə tez çıxmışdımsa, bu telefonda yadımdan çıxartmışam, götürüm ki, video çəkiliş edim. Tez pasteli yığışdırdım, yeməyi zadı bişirdim. Dedim, yox, getməliyəm. 3 manata nə verərlər? Getdim, geçən şortiklər aldım. Bambas şortiklərdən yox idi. Cins şortikləri idi. Getdim, götürdüm. Ad nədir o? Uşaqlara götürdüm. Qardaşımın oğlu üçün də götürdüm. 5 dənə şortik götürüb gəlmişəm. Razmerlər də az idi. İndi ucu tapmazsınız. Çünki çox az qalmışdı. Çox az qalmışdı. Endirim olanda qaçmaq lazımdır şeyə. Nə deyirlər onu? Mən çıxanda hazır olacaq. Ucu hazırdır da. Bir dənə qalıb qızartmağı. Sən saat neçədir? Saat 6-ya qalıb. Bir şey qalmayıb. Siz zirincə az oldu deyə. Biraz çox olsaydı. Bu şey içində toyuq var ha, soyutma. Onu sən neyniyim? Katoşka nə yiyərəm də, Doğraram. Kötü vurum ona. Uy boynum. O boynum hələ keçməyib bu boynum. Ağrı verir. Az yiyor onlardan. Kökəldir. Onun bir 100 qramı neçə kaloriya deyə. Adicə semişkanın kaloriyası 100 qramı 600 kaloriyadır. Semişkan xədir. Az yaxşı görəsən ki, kim deyir arıqlar? Ancaq semişkan yesənə. Də, ancaq bütün gün onu yesin, arıqlayarsan. Bəkər eləyir. Ne yemeği atlayalım. Bunu sen çıkar. Bir. İşim yoxdur. Evdə gəldilər, axşam yeməyini yedik. Geçən də bilinçik də geçən dadda çıxmışdı. Düzdür, ətin yerinə vermir, amma yenə də dadlı idi, geçən idi, toyuqdu. İndi qabları yum, buraları biraz əl qərzini yığışdıram. Ondan sonra bir iki dənə işim var. Onları eləyəcəm. Sabahlarda elə də işim olmayacaq. Sabahları yemək var. Bir dənə özümə nəzrimlə süt eləyəcəm. Süt eləyəcəm. Və sabahları supu eləyəndən sonra gedəcəm salona. Gedim saçımı kraskalayım geçən. Çox vaxtı boyanı, saç boyasını mən evdə eləyirəm. Evdə də özüm eləyə bilmirəm. Siz də bilmirəm. Mən məsəl üçün yuxarı hissəsini eləyirəm, aşağı hissəsi qalır. Ona görə dedim, ən yaxşısı, ən salamatı dedim bir dəfə elətdireyim. Hər dəfə getmirəm də salona saçı eləmək üçün. 2 aydan bir, bax beləncədə hardasa 2-3 aydan bir geyirəm salona. O da ki, saçımı özüm bərbad edirəm, arxasını görmürəm. Əvvəl nəzin eləyir, nəzin bir vaxtı da yoxdur. Bir dokunma. Qızlar, bayaqları nə deyəcəkdim sizə? O ki, mən ki, günlərdir getdim New Yorker'a. İnansız, hər şey atdım, dedim, gedim, baxım, görüm. Çünki 3 manata nə verirlər, ay qızlar? İndi göstərərəm sizə. Deməli, keçən dəfə getdim nəzrinə,
Bir 29 manatlıq klassik qara şalvar bir aldım. 30 manatlıq cins şalvarı bir aldım. Ondan bir dənə nə aldım bir dənə də? Hə, bir dənə qara atlas köynəyi, vinyetka üçün hamısı. Hə, onu aldım. Elə bir dənə 30 manata bir dənə şalvar düşürdü də. İndi heç 30 manat, heç 30 manat nədir? Heç 25 manat eləmədi. Hamısı birlikdə 22 manat pul elədi. 5 dənə qəşəng, 5 dənə şalvar götürdüm. Hə, 5 dənə şalvar, şortik götürdüm. Bir dənə də bardovlu kofta götürdüm. Qısa qol kofta götürdüm. O qədər xoşuma gəldi ki, elə qəşəng şortiklərdir, elə qəşəng şortiklərdir. 3 manata uşaqlar üçün yayda geymək. İndi bilməm, işıq yaxşı düşür, düşmür. İndi qaranlıqdır. Bu tünd, belə, tünd şortikdir. Bu oğlum üçün götürdüm bunu. İndiki bilirsiniz də, yəni qızlar da, oğlanlar da eyni geyinirlər. Bu niyə belə eləyir? Bu niyə göz vurur? Hə, bu belə. Sonra bunları Nəzrin götürdü. İndi bir şortikdəki oğlumun əynindədir. Bunu Nəzrin istədi. Bu boz rəngindədir. Bu niyə belə eləyir? Hə, belə bir şortikdir. Yayda giyməm super. Belə bir o birisi şortikdir. Bunu da Nəzrin götürdü. Yəni çox az qalmışdı. Dəhşət dərəcədə az qalmışdı. Bir odur. Bir dənə ki, bir modeldən 2 dənə götürdüm. Bax bu. Bu modeldən 2 dənə götürdüm. Ben göstərim. Bu getdikcə başladı tez eləməyə. Baxın. Hə. Baxın bu. Bax bunu 2 dənə götürdüm. Birini L razmer, biri də ki M razmer. Deməli, burada qoyub 70 manatlıq şortik. 70 manatlıq. Bax belə bir şortikdir. Qəşəngdir. Bunu qardaşımın oğlu üçün götürdüm. Belə bir şeydir. Hə, bir oğlunda da bundandır. Qardaşım oğluna da bundan götürdüm. Bir də qardaşım qızı üçün belə bir bordo rəngində kofta götürdüm. Bordo bilirsiniz ki, çox qəşəng əynində durur. Çox baqatı görsənir. Belə bir. Bir dəqiqə. Baxın, belə bir bordodur. Ay Allah, bu niyə belə elədi? Belə bir koftadır. Bunu götürdüm. XS razmerdir. Hə, bir də Nəzrinə almışdım. Belə bir şalvar. Bu da qəşəng şalvardır. Bunu Green Price'dan almışdıq da deyəsən. Hə, Green Price'dan almışdım. Belə bir cins şalvardır. Belə göstərim, belə. Rəngi qəşəngdir. Bu niyə belə elədi? Mənim başım çıxmadı. Bu da bunun arxası. Arxası da bax belədir. Bu neçə idi? Hədə paşişdə 30 manat da, 30 manat. 30 manat buydu. Bir də qara. Bundakı Amordan aldıq. Amor idi də, hə, Amordan. Qara, qalın şalvar, çox qəşəng, klassik, kutu kimi qalır da əynində. Bunda 29 manata. Çox qəşəngdir. İnanın mənə, belə endirimlər olsaydı qaçıb tez gedib alardım. Yayda geymək çox möhtəşəm bir şeydir. Hə, belə. Bu şalvarın arxasında da ki N hərfi var. Evdə gələn kimi də, mama, arxasında N hərfi var. Bax belən içinə. Qızlar, mən deyirəm gedim bunları düzəldim. Bir-iki dənə işim var kuxnada. Onları yığışdırım. Sizlə mən sağollaşım. Ümid edirəm ki, videonu bəyəndiniz. Hər birinizi öpürəm, qızlar. Özünüzə yaxşı baxın, müğayət olun. New York, deməli, TikTok'dan belə deyim də,
New Yorkeri belə deyim, izləyin, endirimlər olan kimi tez gedin götürün. Qaçırmayın. Yəni ki, onu deyim ki, sizə New Yorkerin məhsullarını mən çox bəyənirəm. Yəni şalvarlarıdır, koftalarıdır. Yəni onları bəyənirəm. Yəni ki, çox gedən maldır da. Yəni ki, tez xarab olan deyil. Nə qədər yuysan da tez xarab olan deyil. Amma ayaqqabıları bəyənmirəm. Nə ayaqqabılarını, nə çantalarını. Yox, bir dəfə Nəzrinlə bir də qardaşım qızı üçün eyni şey almışdım. Rükzak almışdım. Bir də onu gətirdə Nəziş. Rükzakıvı. Çoxdan almışdım, çoxdan. Qardaşım qızı da 11-ci sinifə kimi onu daşıdı. Neçə il daşıdı? 3 il daşıdı, 4 il daşıdı. Əvvəl qardaşım qızı üçün aldım. Ondan sonra Nəzrin üçün aldım həmin çantadan. Çünki çox xoşuma gəlmişdi. O parça plaşivoy materialındaydı. Nəzrin də indiyənə kimi daşıyır o çantanı. Amma qalan şeyləri bəyənmirəm. Qalan şeylər, alt paltarlar da qəşəngdir. Məsləhət görürəm. Geyimlər də orada məsləhət görürəm. Alma düzdür, bahadır. Amma yəni endirimləri gözləmək lazımdır da. Yəni tikilişi, hər şey superdir. Yəni başqa yerdən aldığını koftanı, məsəl üçün də Green Price-dan ya da ki bir başqa bir yerlərdən aldığı koftalar tez xarab olur. Amma bunların koftaları gec xarab olur. Nəzə o yanılmaz şeylərdir. Göz vurur mənə. Öpürəm sizi qızlar, hər birinizi özünüzə yaxşı baxın. Dediyim kimi New York mağazanı belə deyim də izləyin. Endirim olan kimi gedin alın. Qaçırmayın endirimləri. Öpürəm, özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Hələlik.